Təsəvvür edin, havada ziplinlə uçursunuz və tam sizdən aşağıda qətliam başlayır. Bu dəhşətli hadisə Hindistanın nəzarətindəki Kəşmirdə baş verib. Meşədən çıxan silahlı terrorçular dincələn turistləri puskuya salıb. Hücum edənlər Pakistan mənşəli qruplaşmanın üzvləri idi. Onlar kişiləri qadınlardan ayıraraq müsəlman olduqlarını sübut etmək üçün kəlmə-i şəhadət tələb etdilər. Şəhadəti oxuya bilməyən, əksəriyyəti hindu olan 26 günahsız turist saniyələr içində ailələrinin gözü qarşısında güllələndi. Həmin an göydə olan qucaratlı turist Rishi Buhat aşağıdakı qətliamı GoPro ilə anban lentə aldı. O, yerə enən kimi kəmərləri söküb çuxurda gizlənərək sağ qaldı. Bu qətliamdan sonra Hindistan ordusu Pakistandakı terror düşərgələrinə qarşı 20 miqyaslı sindur əməliyyatı başlatdı və iki nüvə dövləti müharibənin astanasına gəldi. Bəs siz o qorxulu saniyələrdə havada asılı qalsaydınız nə edərdiniz? Fikirlərinizi rəydə yazın və daha çox belə dosyalar üçün səhifəni izləməyi unutmayın.